2026'nın ilk birinci yarısını, yəni iyun ayına qədər olan müddəti tamamladıq. İndi isə zamanımız 2026'nın ikinci yarısıdır. Yəni 2026'nın son gününə kimi, dekabrın 31-nə qədər olan müddət. Bəs həmin ilin ikinci yarısında hansı bürcləri şans gözləyir? Normalda mən bu videonu sonuna qədər izləməyinizi önərərdim. Çünki mən burada 4-5 ən şanslı bürcləri sayacağım və bunlara özəl sübut da göstərəcəm ki, bu bürclər şanslıdır. Nəyə görə göy üzü tərəfindən bu bürclər dəstəklənir? Bu bürclər sizin yüksələniniz də ola bilər. Məsələn, mən ilk bürcümü əkizlərdən başlayacağım. Bəlkə sizin əkizləriniz, yüksələniniz ola bilər. Öz bürcünüz əkizlər olmaya bilər, amma Veneranız əkizlər ola bilər. Bəlkə Merkür bürcünüz əkizlər ola bilər. Ona görə videonu sonuna qədər izləyin. Mən digər planetlərimdəki bürcləri və bunların mənalarını, eyni zamanda yerləşdikləri yeri və dərəcəni bilmək istəyirəm deyirsinizsə, TikTok hesabım Astrotita mənimlə ödənişli bir şəkildə doğum xəritəsi baxdıra bilərsiniz. İndi isə gəlin. 2026'nın ikinci yarısının ən şanslı bürclərindən birisi əkizlər və yüksələn əkizlər. Nəyə görə? Çünki 2026-cı ilin ikinci yarısından, yəni iyun ayından bəri Jüpiter əkizlər bürcünə girdi. Və bu da sizin xəritənizdə ən çox görünən, ən çox parladığınızı göstərən nöqtəyə toxundu. Səyahətlər başlayır əkizlər bürclərinə. Yeni məqalələr başlayır, yeni addımlar başlayır, yeni şanslar başlayır. Və bu demək olur ki, əkizlər bürcləri öz vizyonlarını böyütmək, yeni addımlar atmaq, yeni işlərə başlamaq, yeni fikirlər ürətmək və ikili işlər, ortaqlıqlar, sevgi məsələləri kimi, estetika kimi bu görüşlərdə çox yüksək məqamlara gələcək. Və əkizlər bürcü üçün şansın gələcəyi yer əlaqə qaynaqlarıdır. Məsələn, insan resursları, ikili münasibətlər və yaxud öz kişisel məsələlərini həll eləmək və digər insanların məsələlərini həll eləmək mövzularında əkizlər bürcü çox şanslı olacaqsınız. Yəni, belə deyim, türklər demişkən talih quşu sizin başınızdadır. İndi isə gəldik ilin 2026-cı ilin ikinci yarısının ən şanslı bürclərindən birisinə tərəzi və yüksələn tərəzilər. Ay bürcünüz və yaxud Venera, Merkür, Plüton heç fərq eləməz. Bu bürcləriniz tərəzidirsə, siz də dinləyin ki, mütləq bu sizə lazımdır. Tərəzi bürcləri üçün hava elementi bu ikinci yarıda çox gözəl çalışacaq. Onlar özlərini ortaqlıq mövzularında, ikili münasibətlər mövzusunda yeni fürsətlər əldə eləmək və karyera alanlarında həddindən artıq uğur qazanmaq üçün çox mərkəzdə olacaqlar və onlar, necə deyim, belə bir əgər düşüncəsi varsa, bu addımlarını get-gedə step olaraq çox yüksəldəcəklər və 2026-cı ilin ikinci yarısı sizə mükəmməl fürsətlərlə gələcək. Hətta elə fürsətlər gətirəcək ki, siz onsuz da bəzən qərarsız ola bilirsiniz, qərarsızlıq altında qalacaqsınız. Tək qərarsızlıqlarınız bu kimi mükəmməl mövzular altında olsun, sevgili tərəzi bürcləri. Və əmin olun ki, Jüpiterin əkizlər bürcünə səyahəti sizə çox şirin, axıcı, şanslı, bu üçgən açısından, yəni şirinlik, belə səyahətverili və s. kimi mövzuda sizə çox təsirli gələcək və bu sizi uğur qapıları açacaq, həyata daha zövqlə baxmanıza, partnerinizlə aranızda daha gözəl əlaqələrin olmasına kömək eləyəcək. Əkizlərin Jüpiterdə olması, daha doğrusu Jüpiterin əkizlərdə olması sizə çox yaxşı gələcək. Tərəzi bürcləri üçün şansın gələcəyi yer öz həyatının keyfiyyətini artırmaqda olacaq. Yeni bir iş birlikdəlikləri, yeni sevgilər və yaxud eski sevgililərlə birlikdə olmaqlar, qalıcı evliliyə kimi gedir. Evlilik 2026, 2027, 2028 önümüzdəki 3 il boyunca tərəzi bürcləri onsuz da sevgi məsələsində çox şanslı olacaqlar. Bunu da
əlavə deyim. Və sizin şanslı olduğunuz bir digər nöqtə tərəzi bürcləri sizin həyatınızda olan əngəllərin, qarşınıza çıxan problemlərin öz başınalığından ortadan itməsi olacaq. Yəni nə ilənsə qarşılaşdığınız bir əngəl, bir problem. Heç narahat olmayın. Əmin olun ki, bunlar özülüyündən gedəcək. Siz təki özünüzü yormayın. Və üçüncü bürcümüzə gəldik. 2026-cı ilin ikinci yarısında çox şanslı olacaqlar dolça və yüksələn dolça bürcləri. Nəyə görə? Çünki artıq sevgili dolça bürcləri, Pluton Oğlaqdan çıxır. Aqressiv, soyuq, ancaq disiplin gözlənən bürcdən çıxır və həddindən artıq ağıllı və bu ağlını şansa və fürsətə çevirəcək Oğlaqların bürcünə, üzr istəyirəm, dolçaların bürcünə gəlir. İlin ikinci yarısında planetlərin hərəkəti sizin bürcünüzdə yaradıcılığınızı artdırmağınıza, həyatdan keyif almağınıza və o gözəl hisslərinizin, artıq sizin üçün hansı hiss gözəldirsə, onu zirvəyə çıxarmaqda çox şanslı olacaqsınız. Sizin üçün şansın gələcəyi yer sevgi məsələsi olacaq və yaradıcı belə intellektual məsələlər və yaxud əlaqələr və s. Və pul və karyera məsələsində, pul və karyera məsələlərində yenidən başlayacaqsınız sevgili dolça bürcləri. Hər şey yenidən, yeni bir gəlir qapısı və yaxud ikinci bir gəlir qapısı. Əmin olun, bunlar sizi özünüzü daha yaxşı tanımağınıza kömək edəcək. Və sevgili əqrəb bürcləri, yüksələn əqrəb bürcü olanlar. Son bürcümüz əqrəb. Və ilin ən şanslı bürclərindən, ikinci yarısının ən şanslı bürclərindən biri də sizsiniz. Bəs nəyə görə göy üzü tərəfindən əqrəb bürcləri bu qədər dəstəklənəcək? Çünki Saturn və Neptunun balıq bürcündəki hərəkəti əqrəb bürcüdə, ikisi də su elementidir. Bu sizin o 6-cı hissinizi və yüksək sezgisəl bacarığınızı gücləndirəcək sevgili əqrəb bürcləri. Və bundan əlavə olaraq biraz qoruyucu dönəmə girəcəksiniz. Biraz güvəndiyiniz insanların ətrafında olmaq istəyəcəksiniz və yaxud ətrafınıza güvənəcəyiniz insanlar əlavə eləyəcəksiniz. Əvvəlki insanları həyatınızdan çıxaracaqsınız, güvənsizlik hiss elədiyiniz. Sizin üçün şans gələcək yerlər təbii ki də hisslərinizin sizi gətirdiyi düzgün yol olacaq. Sponsorluqlar, ortaqlı pullar, kurtilka kimi məsələlər, elədiyiniz büdcə əlavə etdiyiniz məsələlər, gizli qalmış bacarıqlarınız və s. kimi mövzularda eyni zamanda sizə birdən-birə gələn problemləri heç olmamışmış kimi aradan qaldırmaqda da çox şanslı olacaqsınız. Təbii ki də 2026-nın ikinci yarısında sizin üçün şans gətirəcək. Mən bunu demirəm, bunu göy üzünü araşdırdım və o sizə bu sirri verdi. Əgər həqiqətən uğurlu olmaq istəyirsinizsə, hər məsələdə hiss, düşüncə, həyat heç fərq eləməz. Hisslərinizin dediyinizə qulaq asın. Məntiqi boş verin. Hissləriniz sizi 2026-cı il ikinci yarısında və eyni zamanda 2027-ci ildə sizi çox yüksəyə daşıyacaq sevgili əqrəb bürcləri. Və bu deyəcəyimi təbii ki də yenə sona saxladım. Əzizlərim, sizin doğum xəritənizdə hər şey evinə kimi, dərəcəsinə kimi, planetinə kimi hər şey göstərilir. Gələcəkdə seçməli olduğunuz düzgün partner, sizin üçün düzgün karyera, sizin zəif yönləriniz, güclü yönləriniz, bunların hamısı sizin doğum xəritənizdə əks olunub. Əgər siz də doğum xəritənizi mənimlə bölüşmək istəyirsinizsə və mənə rəylətmək istəyirsinizsə, TikTok hesabım Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın, əziz izləyicilərim.